Herkese selam dostlar, ben İsmail ve bugün sizlerin mənə verdiği sualları cevaplayacağım. Həyatda insanı nə xoşbəxt edir? Mənə görə insanı xoşbəxt edən şey ailədir. Onların sən hər zaman arxanda dayanmasıdır, dayaq olmasıdır və belə. Videonun keşfedə düşməsi üçün nə eləməliyik? Əvvəlcə hər kəsə açıq profil olmalıdır. Yəni gizli profil olmaz. Gizli profil olduqda istərseniz keşfedə düşmürsünüz. Sadəcə takipləşdiyiniz və yaxud da takibinə icazə verdiyiniz insanlar sizin paylaşdığınız videoları və s. görürlər. Ondan sonra davamlı olaraq video paylaşmalısınız və insanların ən çox sosial media platformasında aktiv olduğu saatlardan istifadə etməlisiniz. Bu saatlar isə səhər saat 8-dən 10-a qədər, axşam isə saat 7-dən 9-a qədərdir. Bu saatlarda insanlar daha çox aktiv olurlar sosial media platformalarında. Bu saatlarda video paylaşsanız videolarınız daha çox insan qabağına çıxa bilər və videonuz daha çox izlənə bilər. Və ən əsası ardıcıllıq lazımdır. Yəni hər gün eyni saatda video paylaşmalısınız. Səhər dediyim saatların birində və axşam dediyim saatların birində. Məsəl üçün səhər saat 9-da, axşam saat 7-də. Bunu davamlı olaraq etsəz, artıq videolarınız daha çox insanların qarşısına çıxmağa başlayacaq. Yox, əgər gündə 2 dənə video paylaşa bilmirəm, mən onu çatdırmıram deyirsinizsə, axşam saatlarını seçin. Axşam saat 7-də paylaşın, amma hər gün paylaşın. Niyə bir varsan, bir yoxsan? Nağıl kimi bir insanam da, biri varam, biri yoxam. Neyse, zarafat bir kənara, bilirsiniz ki, məni sosial media platformundan izləyən insanlar fərqli kateqoriyaları yoxluyordum, fərqli video tiplərini yoxluyordum. Arasında təlim olsun, dublyaj olsun, əyləncə olsun, film tərzi şeylər və s. çox yoxluyordum və hansını daha çox tutacağını anlamağa çalışırdım. Onları arşiv atırdım, indi başqa konsept seçib onların üstündə video paylaşırdım, onları arşiv atırdım, belə bir neçə konseptlər yoxladım. Sonra isə hamısını bir-birinə qarışdırmağa qərar verdim. Onları da paylaşdım. Baxdım ki, yox, ən yaxşısı tek konseptin üstündən getmək, ara bir fərqli konseptdən video paylaşmaqdır. Qonşu qızı serialı niyə final oldu? Bunun əslində bir çox səbəbləri var. Ən əsas səbəblərdən birisi bəzilərinin tamamilə serialdan çıxması və onları başqa bir insanla əvəz etməli olurdum və istər-istəməz qarşılıq olurdu və istədiyim izlənməyi ala bilmirdim. Çünki insanlar bir insana öyrəşirlər və o insan davamlı olaraq izləmək istəyirlər. Yoxsa ki, hər bölümdə bir nəfər dəyişsə, belə bu irəliləməyə bilər. 3-cü bölümdə qonşu qızın bacısı obrazı dəyişdi. 4-cü bölümdə bizim dostlarımızdan bir nəfər dəyişməli idi, çünki o da çıxmışdı. Sonra insanları bir araya yığa bilməm o problemləri kimi şeylərlə üzləşdiyim üçün 3-cü bölümdə final elədim. Şirin yalan yoxsa acı həqiqət? Məncə acı həqiqət daha yaxşıdır, çünki mən yalanı sevməyən birisiyəm. Ən böyük yalan, ən kiçik yalan deyə bir şey yoxdur. Mənim üçün yalan yalandır. İnstitusiya hissi daha güclüdür yoxsa ağıl? Məncə əslində hər ikisi də ağla bağlıdır. Ağıl nə qədər formalaşdıqca, nə qədər düşüncəsi dərinləşdikcə artıq institusiyada işə keçməyə başlayır və ikisi bir yerdə düşünməyə başlayır. Mənə görə ikisi bir yerdə düşündüyündə daha güclü olur. Güvən itibsə, sevgi yetərli olarmı münasibət üçün? Məncə yox, çünki güvən bitibsə, o sevgi bitib. Çünki insanın güvəni bir dəfə qırıldıqda təkrar güvənməkdə çox çətinlik çəkir. İçinizdə bir şübhə, içinizdə bir güvənsizlik varsa, o sevgi davam eləyə bilməz. Yəni güvən olmayan münasibəti sevgi heç vaxt ayaqda tuta bilməz. Çünki ən başda güvən yar, güvənmədiyin insanı da zaten sevə bilmərsən. Həyata yenidən gəlsəydin və həyat seçmə şansın olsaydı, hansı həyatı seçərdin? Çox maraqlı bir sualdır. Olduğum həyatdan məmnunam. Məncə elə olduğum həyatı seçərdim. Sadəcə olaraq artıq harda nə etməliyəm, daha doğru qərarlar verərdim. Fərqli bir həyatı seçib orada da yenə səhvlərə yol verməkdənsə həmin həyatı seçib artıq olgunlaşmış, oturmuş düşüncələrlə o həyatı davam etmək məncə insana daha çox uğur qazandıra bilər. Məşhur soru: səncə getmək mi daha pisdir, qalmaq mı? Məncə hər ikisi də pisdir və ən ikisi də çətindir. Çünki hərdən insan sevdiyi insanları, sevdiklərini qorumaq üçün gedir. Bəzən isə gedənlər sadəcə vecin olmadığı üçün gedir və qalanlar üçün pis olur. Qalanlar daha çox əziyyət çəkir. Bu o anki vəziyyətə görə dəyişə bilir. Xanımlar ağ atlı şahzadəni gözləyir. Bəylər bəs kimin axtarışındadılar? Məncə bu tamamilə yalandır. Çünki xanımların bir çoxu daha çox pullu oğlanı, pullunu axtarırlar. Bəylər isə daha çox əsl sevgini axtarırlar. Bəli, təbii ki, xanımlar arasında sevgiyə də daha çox önəm verənlər var. Amma bəylərin ən çox nə axtardığını deyiriksə, bəylər əsl sevgini axtarırlar. Ən yaxın dostunuz kimdir? Mənim ən yaxın dostum əslində ailəmdir, amma belə yaxın olan insanlar, güvəndiyim insanlar var. Bunlar bir deyil, birdən çoxdur. Ona görə də hamısının adını burada çəkməyəcəm, amma əgər videonu izləyirlərsə onlar özlərini bilirlər.
Bəli, sual-cavab videosu bu qədər idi. Çalışacağam ki, artıq YouTube-da tez-tez videolar paylaşım. Sizin önerəcəyiniz bir video fikirləri varsa mütləq rəylərdə yazın. Növbəti sual-cavab videosu üçün məni Instagramdan takip edin. Sual-cavab videosu olanda oradan duyurusunu paylaşıram. Və YouTube-a uzun müddətdir video paylaşmama səbəblərimdən birisi, mən daha çox film tərzi, film tipli videolar paylaşırdım və artıq Bakıdan gəldiyim üçün, Bakıda olmadığım üçün, artıq əhatə, tanışlar, dostlar yaxınımda olmadığı üçün film çəkə bilmirəm. Buna görə də artıq fərqli konseptlərdə video çəkməyə başlayacağam. Əgər ki sizin də bir önəriniz olsa, mütləq rəylərdə yazın. Sizin dediyiniz video fikirlərini nəzərə alacağam və çalışdığım qədər o videoları çəkəcəm. Kanala abunə olmağı və bildirişlərinizi mütləq aktiv eləməyi unutmayın ki, yeni videolardan xəbərdar olasınız. Xudahafiz. Sevgi veren her zaman sevgide görecek. Onun adı İsmail çünkü YouTube'da tek. Sana bana herkese tabii ki örnek. YouTube'un neşesi, kalitenin adresi. Görülmedi hiç inan, YouTube'da böylesi. Evet, gel hadi şimdi göster kendini. Şimdi katıl aramıza, görsün herkes seni.